hal-hazırda prezident aparatının qarşısındayıq. Müəllimələr, musiqi müəllimələr işdən çıxarıldığına görə etirazını bildirmək istəyirlər. Onun üçün bura toplaşıblar. Tələbləri də budur ki, biz niyə görə işdən çıxaraq? İllərdir müəllimə işləyirik. Hər birimizin krediti var, borcu var. Dəyərli kanal izləyicilərimiz, prezident aparatına musiqi müəllimələri də yığışıblar. Tələblər də budur ki, bizi qanunsuz işdən çıxardıblar. 700 müəlliməni işdən çıxardıblar. İşlərinə qayıtmaq üçün etirazlarını bildirirlər. Müəllimələr. Müəllimələr. Başa çıxan müəllimlər çox həyəcanlıdırlar. Yaxın gəlin, yaxın. Yaxın gəlin, bizə tərəf gəlin. Və zəhmət olmasa. Özünüzü təqdim edin. Əhmədova Şəlalə. Şəlalə xanım, bura niçin gəlmişsiniz? Bura gəlmişik ki, səsimizi möhtərəm Prezident İlham Əliyevə eşitdirək. Probleminiz nədir? Problemimiz odur ki, bizi kəsib atıblar. Yəni 16 ilin, 20 ilin, 30 ilin müəllimələri var ki, aldadılıb, qol çəkilənlər var ki, məsələn, təkmilləşmə adı ilə qol çəkilir. İndi deyirlər ki, yox, xitam kimi, yəni çıxın işdən. Atırlar hamını bayra, hamı da sosial vəziyyəti gərgindir, pisdir. Kirayə qalan var və yaxud körpə uşaq saxlayan var, banka olanı var, kredit olan var. Biri mən özüm, mən 2 uşaq saxlayıram kirayədə. Vəziyyətim çox pisdir. Mən yəni o maaşla evimin pulunu ödəyirəm. Yəni bugünkü günü mən belə çıxır ki, çöldə qalmışam. Yəni bu nə dərəcədə düzgündür? Neçə ildir fəaliyyət göstərirsiniz? 16 ildir işləyirəm. Baxın, 16 ildə sizi hansısa bir təkmilləşdirmə kursuna göndəriblər. Xeyr, heç bir zaman olmayıb. 33 nömrəli musiqi məktəbi, Nizami rayon. Nizami rayon. Bəli. Yaxşı, bəs belə deyək, bu imtahanın adı nə idi? Sizə imtahanı? İmtahanı Cəsarət Valihov çıxdı, danışdı ki, milyonların önündə danışdı ki, efirdə, bəli, heç bir kəsilmə olmayacaq, işdən çıxarılma olmayacaq. Biz müəllimlərin bilik səviyyəsini yoxlayırıq. Amma yəni indi bugünkü günü kursa göndərilən də, kəsilən də hər bir kəsi deyir ki, çıxsın işdən, xitam verilsin işinə və yaxud gəlsin özü ərizə yazsın. Məcbur özü işdən çıxsın. Xanım, ipoteka nə ilə ödəməsiz işdən çıxmıdır? İpoteka deyil, kirayədir. Kirayə. Bilmirəm. Sizin çəkilişdən öncə bildiniz. Sizi Bəli. aldatdılar. Bəli. Kimlər tərəfindən aldanıldı? Komissiya tərəfindən. Adı Komissiya tərəfindən bilmirəm. Orada 5 nəfər komissiya üzvü var idi. Orada dedilər ki, nəyə pis ki, sizi təkmilləşməyə göndərirlər. Düzdür, mən qol çəkmədim o attestasiya vərəqəsinə, amma çəkənlər var, aldadılıb ki, yəni kursa göndərəcəyik, burada heç bir problem yoxdur. Amma bugünkü günü hamını çağırıblar, deyirlər ki, yox, siz işdən çıxmalısınız. Səbəbi nə qoydular işdən çıxarılmaq? Qərar, əlində Nazirlər Kabinetində oturulan, yəni rəsmi səhifədə qərarı göstərir ki, bu qərarla siz işdən çıxmalısınız. Qərarda da yazılıb ki, yəni orada xitam verilsin söhbəti yoxdur. Yazılıb ki, heç kim xitam verilməyəcək işinə. Amma ki, orada yazılıb ki, güya biz çıxmalıyıq işdən. Təzədən yenidən işimizə qayıda bilərik. Amma xitam söhbəti yoxdur. Çıxmalısınız öz ərizənizdən çıxmalısınız. Bəli. Ya öz ərizəmizdən, ya xitam formasında bizi işdən çıxartmalıdır. 70C maddəsi ilə. 70 maddəsindən yenidən işə götürülmə məhkəmə yolu ilə. Yox, indi deyir ki, yəni özünüz ərizə yazıb çıxsaz, yəni siz geri qayıda biləcəksiniz. Amma biz xitam versək, siz artıq işiniz... Mən bayaq sizə bir sual verdim. Hansı imtahanın nəticələrinə görə sizi işdən çıxardırlar? Ayın 11-də olub da attestasiya imtahanımız. Attestasiya imtahanı. Bəli, attestasiya imtahanı ilə bağlı. Bəli, çox sağ ol. Anam, ay var. Olur mən danışam. Buyurun, buyurun. Uşaqın səhviyyə. Buyurun.
Özünüzü təqdim edin. Mən 3 nömrəli Suraxanı rayonunun Gülara Əliyeva adına musiqi məktəbində 33 ildir müəllimə işləyirəm. Mənim 33 il stajım var. Yaşım 62-ni keçib. Həmçinin mənim qızım da bu sahə üzrə 13 nömrəli musiqi məktəbində işləyir. Onu da 19 ilin konsertmeysteridir. Bir məktəbdə onun kimi yaxşı konsertmeyster yoxdur. Direktorun öz dediyi də var. Yəni video kadrlar da var. Hansı ki o məktəbdə xor dərsində bir əllə çalan müəllimə, savadsız müəllimə keçib, amma mənim 19 il işlədiyi, yəni bütün zəhmətlərini yerə vurub mənim qızımı hansı ki əsər çalıb, qamma çalıb, əlavə bir mahnı da çaldırıblar ona. Keçiblər sual cavaba. Sual cavabda əvvəl özünü itirib düz cavab verib, sonra səhv cavab verib, sonra düz cavab verib. Axırda yazıblar ki, heç bir suala cavab verə bilməyib. Yəni hamısı 0. Yəni bu nə dərəcə düzgündür? Obyektiv imtahan getməyib. Düzgün imtahan getməyib. Orada neçə sinifdə, hər sinifdə 5-6 komissiya üzvü olmaqla imtahan keçirilib. Komissiya üzvlərinin insaflı, vicdanlı olanı da var idi. Öz yəni ki sənətimizə, peşəmizə 7 illik, 5 illik tədris dərsinə görə suallar verənlər var idi. Hansı ki konservatoriya necə deyim, həcmində sual verənlər də var idi. Yəni qərəzli şəkildə bu imtahan müəllimlərin, mən deyərdim, soyqırımıdır. 33 il, 40 il, 45 il qırmızı diplomla qurtaran müəllim, konsertə, tədbirlərə şagird çıxardan müəllimlər bu indiki vaxtda savadsız damğası vurularaq işdən uzaqlaşdırılır. Bu müəllimə ən böyük zərbədir. Siz düşünürsünüz ki, mədəniyyət nazirliyi tərəfindən uzaqlaşdırılmaya. Bəli, bu qərəzli şəkildə söhbət də var ki, deyirlər, direktorlar siyahı verib. Yəni hər cür orada oyunlar gedib. Oyunlar gedib, qurban da ancaq müəllimlərdir. Müəllimlər var ki, xəstədir. Mən məsələn 60 yaşı keçmişəm, mən ancaq dərmanla yaşayıram. Cəsarət Valehov çıxışı var. Mədəniyyət Nazirliyinin müşaviri. Özü çıxış edir. Bizdə video kadrlar da var ki, bu imtahandır, atestasiyadır. Heç kim narahat olmasın. İşdən çıxarılma olmayacaq. Yəni narahat olmağa səbəb yoxdur. Ancaq imtahan ki 1-ci ayın 28-də fevralın start verildi. İmtahandan kəsilən müəllimlərin arxasınca gəldi ki, bəs kim imtahandan keçmir, o müəllimlər işdən azad olunur. İşdən də necə azad olunur? Direktorlar çağırır, deyir ki, ya buna qol çək, ya ərizə yaz, öz xoşunla gedirsən, ya da ki, əgər ərizə yazıb öz xoşunla getmirsənsə, 70C maddəsini tətbiq edirlər. Bu nə deməkdir? Müəllimə ömürlük damğa vururlar. Sabah mənim qızımın 39 yaşı var. O gedib harda işləməlidir? Mənim 62 yaşım var. Mən nə pensiya alıram, nə də başqa bir gəlir yerim yoxdur. Oğlum yox, yoldaşım yox. Mən nə ilə yaşamalıyam? Neçə ildir fəaliyyət edir? 33 il. 33 ildə siz hansısa bir imtahanlara yönləndirilmişsiniz? Heç bir nə kursa göndərilmə var, nə imtahan var. Təsəvvür eləyin ki, il qurtarmağa 2 ay qalıb, amma bizim hələ jurnallarımız yoxdur. Biz 12 vərəq dəftərdə jurnal tuturuq. Mən sabah o dəftəri cırıb başqasını yaza bilərəm. Fərdi vərəqə yoxdur. 3 nömrəli musiqi məktəbi. Suraxanı rayonu. Bəli. Müəllim, uşaqları qutarırlar, diplomları verilmir. Büdcədə pul yoxdur. Büdcədə pul olmadığına görə müəllimlər belə çörəksiz qalmalıdır. Bu nə dərəcə düzgündür? Hansı qanuna uyğundur? Biz səslənirik hörmətli prezidentimizə, Mehriban xanıma. Çünki bizim səsimizi ona çatdırmırlar. Biz məktublar yazmışıq. Biz mediada, yəni ki, saytlarda biz çıxış eləmişik. Bizim heç bir səsimiz Mehriban xanıma çatmır. Biz çox xahiş eləyirik. Çox xahiş eləyirik prezidentimizdən, Mehriban xanımdan. Yəni ədalət həmişə tərəfdarıdır. Prezidentimiz həmişə deyir ki, məmurlara qarşı özbaşınalıq varsa mənə məlumat verin. Biz ona görə bura yığışmışıq ki, bizim səsimizi prezidentimiz Mehriban xanım eşitsin. Yəni düzgün qərar verilsin. Lazımdır müəllimlərə ikinci şans verilsin. Lazımdır müəllimləri kursa göndərsinlər, biliklərini artırsınlar. Biz imtahana etiraz eləmirik. Əlbəttə savadlı, savadsız müəllim. Elə müəllimlər var ki, heç nə ortada gəzirlər, heç bir yəni uşaqla məşğul olmurlar. Yəni belə müəllimlərimiz var içəridə. Onlar bilinir kimlərin adamıdır. Yəni o müəllimlər hamısı imtahandan keçib koridorda, yəni belə fişəslə gəzirlər ki, mən keçdim. Hansı ki, onun savadı o dərəcədə deyil. Müəllimlər var ki, konkursa uşaq çıxardılar. Müəllimlər indi qalıb ağlaya-ağlaya ki, mənim ayın 15-də uşağım konsertə çıxmalıdır. Mən deyir, tələbəyə mən necə deyim ki,
Mən imtahandan kəsilmişəm. Teşekkür İlham ederim Əliyev sana. kömək elə bizə. Buyur sana özünü təqdim edir. Salam, mən Məvahət müəllimə. 30 ildir, 38 ildir. 40 il müəlliməsiyəm. Məni bu güdə qoyan, danışa bilmirəm, çox həyəcanlıyam. İnanın ki, bu çox ədalətsizdir, çox. Belə imtahan olmaz, belə müəllimləri ləyaqsız eləmək olmaz. 40 ilin müəlliminə yararsız demək olmaz. Mənim oğlum hərbidən yararsız, xəstə gəlib, mən kirayədə yaşayıram. Mənim ərim təzə ölüb, mən İlyasın içində imtahan vermişəm. Bütün suallara cavab vermişəm, məni yararsız deyib işdən çıxartmaq olar. İlham Əliyev, siz bizim atamızsınız, biz sizə inanırıq. Siz bizə kömək edəcəksiniz. Bizim səsimizi eşidin, xahiş edirik. İnanın ki, buradakı nə qədər müəllimlər var kəsilən. Bayram bilmədik biz. Nə 8 Mart, nə Novruz, nə oruçluq. Hamı göz yaşı içindədir. Hamının banklərə borcu var. Ailə başçısı, ərsiz. Mən yararsız. Hərbidən gələn xəstə uşağımla necə yaşayayım kirayədə? Üstüm dolu borc. Burada mən əlaçsızam, danışıram. Çox pisik biz müəllimlər, kömək eləyin bizə. İlham Əliyev, biz sizə inanırıq ki, siz bizə kömək eləyəcəksiniz. Cəsarət müəllim kimi müşavirlər bizə lazım deyil. Bir dakika aç hanım. Aynen. Siz onu açın. Məktəbi zədə soruşun. Hanımlar rayonuna gelmişti. Nizami rayonunda. Nömrəlikdə. Layla müəllimə. Bu iclasda bizə Layla Xələfova Layla. Bir iclas oldu. Cəsarət müəllim bütün müəllimələri yığıb iclas eləmişdi. Və o iclasda dedi ki, bu təkmilləşdirmədir. Hansı ki müəllim imtahandan keçməyəcək, onu təkmilləşmə kurslarına göndərəcəm. Və bu təkmilləşmə kurslarında da bilmədiklərini öyrənəcək. Yəni heç bir müəllim bu imtahandan sonra işdən azad olunmayacaq. Yəni bu onun dediyi sözlərdir. Belə çıxır ki, Cəsarət müəllim cəsarətlə müəllimləri aldatdı. Hamı imtahanda iştirak elədi və imtahanda heç bir suala cavab verməyəndə kəsildi, suala cavab verəndə, ifa etməyəndə, ifa edəndə. Yəni nə cür istədilər, proqramdan kənarda suallar verilirdi. Hələ də salırdılar. Və burada mən bir şey də demək istəyirəm, vurğulamaq istəyirəm. Necə oldu? Mən 25 il işlədim, yararlı oldum. İndi isə yararsın. Əlavə son verin. Bu icazı verin mikrofondan sözünüzü götüreydim. Buyurun. Siz. Buyurun. Mən Məmmədova Buranı. Məmmədova Könül. Niye burada danışın? Hanım, Bir dəqiqə, aynı rayonda. Məmmədova Könül 16 nömrəli musiqi məktəbindən gəlmişəm. Mən hər iki mənada danışmaq istəyirəm, üzr istəyirəm. Biz, yəni bugünkü günü bizə yararsız deyirlər. Ola bilər bütün müəllimələr mən əminəm ki, mənlə razılaşacaqlar. Kəsir, savadımız əksik olsa ikinci imtahanda belə çıxmağa hamı hazırdır. Amma yox, bu imtahan sadəcə elə belə sualdır, falandır deyəndən sonra, yəni aldadılmış şəkildə imtahana giririk, lap cavab verməyə bilərik. Bəs mənim 4 il konservatoriya, 4 il ASS Zeynallı, bizim diplomlarımız, bizim professorların bizim diplomlara verdiyi rəylər, 16 ildə işləyirəm mən. 16 ildə mən xanım demişəm, yararsız mı oldum? Tədbirlərimiz, açıq dərslərimiz, bəlkə ola bilər nazir şahid deyil, ola bilər Cəsarət bəy şahid deyil, amma müdiriyyət çox gözəl şahiddir. Valideynlər belə çox gözəl şahiddir ki, biz necə dərsə getmişik. Ondan əlavə bildirmək istəyirəm maddi cəhətini. Bugünkü gün siz bizə xitam verirsiniz, hə? Atasız uşaq böyüdürəm, alimə tamıram, Alzheimer anam var. Kim ödəyəcək onları? Kim ya? 70 maddəsi ilə verirsiniz xitam, düzdürmü? Hanım belə çıxıyor. Heç bir yerdə 25 ildə təhsil alan şagirdlər savadsızdır. Valideynlər hazırdır. Bugünkü günü şagirdlərimizin valideynləri izahat yazmağa, şəhid eləməyə hazırdır. Bugünkü günü 16 ildir. Yəni bugünkü günü 70 maddəsi ilə çıxardan dövlət bugünkü gün
Yəni özəl və dövlət heç bir yerdə işləyə bilmədiyim halda mən uşağımı sabah necə əsgərə göndərəcəm bu dövlətə? Anasını yararsız sayam bu dövlətə? Sual vermək istəyirəm onu. Çox sağ olun. Adınız, soyadınız? Məmmədova Könül 16 nömrəli uşaq musiqi məktəbindən və qabaqçı müəllimlərdən. Buyurun. Kim danışmaq istəyir xanımla, müəllimələr? Kim danışmaq istəyir? Sözünüz var deyin xanım. Mən yox, bizim dedi daha söz. Değerli izleyiciler, polislerimizin köməkliyi müəllimələr, nazirlər kabinet aparırlar. Yəqin ki, kanallarımız vasitəsilə baxırlar, müəyyən qurumlar, müəllimələr işlərinə yerinə gətirirlər. 35 ilin müəllimələrinə yararsız demək həqiqətən düzgündür. Nereden geldiler sana? Evet. Belə değerli izleyiciler, müəllimələrin ardı arası kəsilmir. Sumqayıtdan gələnlər var, yoldadılar. Hal-hazırdakı bu müəllimələri Nazirlər Kabinetinin qabuluna aparırlar. Yəqin ki, səslərinə səs verən olar. İzlədiyiniz için teşekkür ederim. Sağ olun. Bir daha hatırladım ki 35 ilin müəllimləri işten çıkarılıp yararsız adına. Ona göre prezident aparatının karşısında etirazlarını bildirirler. İzlediğiniz için teşekkür ederim. Kanalımıza abone olun.